Siz necədir? Gedirik marketə. Birinci məsələ bundan ibarətdir ki, marketdə hər məhsul hər vaxt satılır. Sezon mövsümündən deyil. Bugün baxıram ki, çiyələk çıxıbdı. Evimizin altındakı bir mağazada bir anadır. 2 dənə də balaca az yaşlı qızıdır. Onlara deyir, alım sizə çiyələk. Onlar da deyir ki, al. Bugün aprel ayının 10-udur. Aprel ayında çiyələk çıxmır. Çiyələk çıxır may ayında. Səhvim varsa indi buradan düzəltsinlər. İndi çıxan çiyələyə tökülən dərman sənin birbaşa genetik kodlarını hopur. Nələr var, nələr yoxdur, xəstəliklər, falanlar, beşməkanlar, bunlara bir toxum atır. Amma insanlar başa düşmür onu. Orada nə görür? Orada çiyələk görür. Və bunu alıb qidalanmaqla özlərini xoşbəxt zənn eləyirlər. Bəli. O Viktoriyada almırlar, o balaca Viktoriya. Nə var edir onu alıb təmizləyim. Amma alırlar o belə böyük və iri, gözəl görünüşdə. Əslində biz özümüzü və övladlarımızı belə demək olmasa bədbəxt eləyirik. Bəli. Amma biz bunun fərqində deyilik. Çünki gözümüz gözələ getmək istəyir axı. O almanın gözəlini istəyir. Amma almanın gözəli də başa düşürük ki, o deyil axı. Niyə özümüzü zəhərləməyə bu qədər meyilliyik? Nədir buradakı məsələmiz? Artıq Aytən xanım, bütün bu marketinq, bütün bu biznes bilirsiniz niyə görədir? Artıq bilirsiniz ki, süni intellekt daha çox dəbdədir. Artıq yəni insanlar biraz demode qalırlar. Normal insan olmaqdan belə çıxış eləyirlər artıq. Demode qalırlar. Bu bir biznesin bir növüdür ki, insanların hər şey gözünü oxşamaq üçün daha da məsəl üçün keyfiyyətli, daha da görünüşü yaxşı olan bir şeylər insanlar düşünür ki, o dədə-babadan olan almanın görünüşü sağlıqlı deyil. Xeyr, elə sağlıqlı vitaminini alma elə odur. Amma bax neynirlər daha belə siz dediyiniz kimi gözəlinə qaçırlar. Ona görə də bizim dövrümüzdə gözləyirdik ki, alça çıxacaq, alçanı yeyəcəyik, çiyələk çıxacaq, sevinirdik. O gözləmə özü belə insanı tərbiyə eləyirdi. Ancaq indi təsəvvür eləyin ki, Aytən xanım, müəyyən yəni insanlarla işləyirəm. O varlılıq var, o varlılıq içərisində böyüyən uşaqlar var, kasıb uşaqlardan daha bədbəxtdir. Bilirsiniz niyə? Çünki istədikləri hər şeyə çata bilirlər. Çünki insan xarakteri bir şeyi gözləyəndə daha şirin, gözəl olur. Daha gözəl onu dadlı olur, zövqlü olur. Onu bir daha gözləyir. Çünki biz belə yaranmışıq, amma bütün hər şey pozulub indi. Hər şeyə tez çatmaq. Artıq insanların hövsələsi də qalmayıb. Ancaq ki, o özü belə bir tərbiyədir. Nəfəs texnikası nə edir? Yoga nə edir? Tərbiyəni öyrədir də sənə. Bədən tərbiyəsini öyrədir, tərbiyəsini öyrədir. Nə edir? Bunu öyrədir də. Qida nəyi öyrədir? Tərbiyəni öyrədir də. Deyir ki, insan, yəni dediyim kimi biz sadəcə qaç, özünü qoru modundayıq. Bədən bunun üçün, yəni yaradılışdan budur. Hər şeyi, yəni öyrətməklə qazanırıq biz. Hər şeyi, bir şeyləri öyrədərək. Bugünkü gündə bu bilgilər davam oxuyursan, gəlirsən burada, sonra deyirsən mən hardan qazandım bunu? Oxumusan axı, davam eləmisən. Bəli. Bunun zəhməti var, vaxtı var. Bu yerdəsən. Ona görə də insanlar tez nəticə istəyirlər. Tez nəticə deyilən bir şey olmur. Olursa o yarım olur. Nəsə bir qatqısı var. Necə ki o çiyələk yetişdi, suvenir oldu. Bəli. O çiyələklə o təbii günəş vuran çiyələk, o dağdan bağdan alıb yediyinlə eyni dad olacaqmı? Mən o qədər xoşlayıram ki, o təbii dağda olan, yəni çox gözəl bir şeydir. Həqiqətən də maraqlı bir dövrdə yaşayırıq.